bahçesinde bir gülde bitti. Yığıştık meclise çağırırlar dedi. Senin şerefine bu şad gününe 5 günlük dünyadan bir ilde öttü. Heyet bahçesinde bir gülde bitti. Yığıştık meclise çağırırlar dedi. Senin şerefine bu şad gününe. Dostlara doğma ses senin önündür. Sen sanma bugünün adı günündür. Dostlara doğma ses senin önündür. Ben alacağım bu çocuk sorun parası evdara var. Niye alalım? Mübarek olsun. Sonunda sarıları tanıyorsun. Mənim bacım oğlu Şakir müəllimin yubileyidi, 65 yaşı tamam olur. Allah sizi var eləsin, gün olsun ki, biz o kişinin 100 yaşında gələk elə belə məclisi qeyd edəyək. Mən deyirəm ki, gəlin, gürültülü alqışlarla biz yubileyimizi alqışlayaq. Var olur, bir şey varsa, Allah da sağ eləsin, var ol. Şair deyir ki, İnsan ana bəxtində bir uyumuş qan kimidir. 6 ayın sabahında o artıq bir can kimidir. Günü ayı saya gəlib çatır 9 aya. Yol tapır çıxır dünyaya. O artıq bir insan kimidir. 1 yaşında olur sağa, 2-də qalxır ayağa. 4-də 5-də sola sağa hər yana heyran kimidir. 4 yaşın, 7 yaşda keçir elmə, elm öyrənir kəlmə. 10 yaşında gözə gəlmə, o bir növ zavan kimidir. 15-də olur zavan, 20-də bir pəhləvan. 40-50-yə keçdi dövran, ömürdə böhran kimidir. 60 da bir həyatdır, 70-də gəmi batdı, 80-90 gəlib çatdı, o yola rəvan kimidir. Aydındır da dastan bitti, ömür gəlir 100-7. Növbə ilə gələn geçdi, dünya bir viran kimidir. Bu virana dövrəndə sizə gözəllik arzulayıram. Baroğluna ürəyi istədiyi gözəlliyi Allah Teala onun üçün, balaları üçün, elə bizim üçün, hamımız üçün qoy müntəzəm eləsin. Sağ olun, var olun, xoş gəlirsiniz, öpürəm hamınızı. Sağ ol. Şakir mənim aşıqanı. Aşıqanı çok Şakir müəllim bir ay olar bundan qabaq bir gözəl kitabı çıxdı, yaxşı tərcümatı da oldu. Böyük Vətən müharibəsinin 80-illiyi münasibəti ilə bizim çoxumuz orduyuq. İndi olmayanların da burada hamısının xəbəri mən bilirəm var. Allah Şakir müəllimə gözəllik versin.
uğurları bol olsun. Yenə də 65 yaşa çıxıb, yenə də deyir ki, yenə də mən xalqım üçün, millətimiz üçün nəsə eləməliyəm. Şakir müəllim, sağ ol, var ol, Allah səni möhkəm dayaq kimi saxlasın. Şair deyir ki, el oğlu, insanam deyənlər ağzını açanda xoş sözlər danışıb söhbət eyləsin. Şər şükür salmasın damarda qanda, hamı bir-birinə hörmət eyləsin. Zaman hər fəsildə çalır öz sazın, zilbəm edir, dəyişdirir avazın. Arzu çoxdur, ömür azdır, yol uzun, hərə bir haqq işə xidmət eyləsin. Əhməd, kim kişini kim uçurursa, kim ki böhtan atıb ara vurursa, kim kimə doğru yolda tələ qurursa, görüm Allah ona lənət eyləsin. Allah bizə lənət eləsin. Var oğlu, sağ ol, sözü sana veririk. İndi qabaqdan gələn nailiyyətlərin haqqında, nə bileyim, yaşayışın dövranı haqqında bizə bir arayış ver. Görə indən belə sən 100 il yaşayacaq, o bu 35 ilin necə yaşayacaq, biz də işidək bilək. Sağ ol, var ol. Sağ ol, dayı, sağ ol. Yəni, üçdə biri qalıqdan Küpün mənim mi? Niyə sən mən söyləyirəm? Hayır, buradır, sonra. Bir arada biliyorsun. Ha? Koş arada koş. Nurbəs müəllim, yenə başqasınız. Bu məhəllədə bir saççılıq yaradır, bir balaca. Və bu 65 ilin necə gəldiyini valla düzey heç hiss eləmədim. Geri baxanda görürəm ki, 65 rəqəmi var. Bugün hiss elədim, bugün səhər-səhərdə mesaj gəldi ki, gəl pensiya kartını götür. Mən də getmədim. Ay maşallah, avtomatik. Hə, valla. 5 olsun dövlət. Mən də getmədim, götürmədim. Doluyursan yox. Qorxdum. 35 də yola verilmədim sonra. Və bu 65 ili mən belə baxıram, dala baxanda görürəm, onca rəqəm görürəm. Mən müəyyən enişli yoxuşlu yolları keçdim. Bu yolda fəslin hər növünü gördük də illər boyu. Yağışını, qarını, soyuğunu, istisini, yəni çiçəkli günlərini, baharını da gördük. İnşallah hamısını gördük. Və indən sonrasını da geri baxanda gördüm ki, itirdiyim nə idi, qazancım nə oldu. Və çox şükür ki, yavaş-yavaş hiss edirəm ki, həyatda nəyəsə nail olmuşam. Yəni, belə deyək, quruluşun keçid dövründən bu yana, bizim struktura dəyişəndən bu yana, özüm qalandan müəyyən qədər sərbəst özüm ki, işləmişəm, bunu ortaya qoya bilmişəm. Bunun nailiyyətini də gördüm. El üçün də, özüm üçün də, ailə üçün də. Və bu qazanc az da olsa, qısa da olsa, məni qanını elədi. İndən sonraki ömrümün bu qalan dahi demişlər, indi 35 verirlərsə, Allah burada da bərəkət, ancaq sağ-salamatçılıqla versin. Və çalışaram ki, bu gerdə qalan ömrümü yenə də nə isə görəm, nə isə çalışıb bir iş yaradım, bir iş qura bildim. Və bu ömür yolunda rast gəldiyim bütün insanları, yaxşısı da oldu, pisi də oldu, sevən də oldu, sevməyən də oldu, sevdiyim də oldu, hər variantda hadisələrlə rastlaşdım. Və bir qənaətə gəldim ki, həyatda yaşamaq üçün insanın şad günündə də, iraq olsun, yəni pis günündə də ən yaxın adamlarının dayağı olur. Ən yaxın insanlar həmişə ona təkan verir və onun dirsəklərindən qalır, yardımcı olur. Və bugün mən bu gözəl tədbiri keçirməkdə hər birinizə minnətdaram. Ona görə ki, məni istəyən dost, qardaş, qohum, əqrəba burada iştirak edir. Mənim ən yaxın insanlarım burada iştirak edir. Mən də bugünkü sevincə bölüşürəm. Allah hər birinizə can sağlığı versin. Heç birinizi
mənim, nəinki mənim, hər birimizin gözəl günündə əksik eləməsin. Bir daha hər birinizə can sağlığı arzu edirəm. Allah kənar arxamızda var edir. Yerdə 35-ində yol xəritəsini yazıb bozacaq inşallah. Canında nə qədər can var. Çevrelerdedir, gelemedim işte. Düz değil, ben de yapardı, Doğru Pəmbə yerindən pərvazlanan Şakir Məmmədovun 65 illik yubileyidir. Şakir Məmmədovu illər öncə sosial şəbəkə üzərindən Bakıda tanımışam. O illər ki, biz Qərbi Azərbaycan deyib haray çəkirdik, əsl yurtlarımıza azadlıq deyib haray çəkirdik, Qərbi Azərbaycana azadlıq deyib haray çəkirdik. Belə bir məqamda yüzlərlə soydaşlarımız kimi Şakir Məmmədov da bu çağrışa, bu haraya səs verdi və bizlərin sırasına qoşuldu. Şakir müəllim qoşulduğu andan məsuliyyəti ilə, işgüzarlığı ilə, çalışqanlığı ilə seçildi və Qərbi Azərbaycan İctimai Birliyinin İcmalarla İş Şöbəsinin müdürü vəzifəsinə layiq görüldü. Şakir müəllim Qərbi Azərbaycan uğrunda çox böyük işlərə imza atdı. Şakir müəllim Qərbi Azərbaycanla bağlı bir çox logoların, bir çox portretlərin müəllifi oldu. Şakir müəllim Aşıq Ələsgərin onlarla portretini yarattı. Hansı ki, son illərə qədər Aşıq Ələsgərin cəmi bir dənə portreti var idi. Amma bugün Aşıq Ələsgər portretinin sayı çox olduğundan seçim çətinləşirdi. Bax, bunun hamısı Şakir müəllimin əməyi olur. Şakir müəllim bütün fəaliyyəti ilə vətənə, millətə, dövlətə öz tövhəsini verən bir insandır. Mən bunu Şakir müəllimin Qərbi Azərbaycan İctimai Birliyində fəaliyyətində əyani gördüm. Şakir müəllimi Qərbi Azərbaycan İctimai Birliyinin idarə heyəti, Qərbi Azərbaycan İctimai Birliyinin idarə heyətinin nəzdində fəaliyyət göstərən Eldar İsmail Böyüktürk Ocağının rəhbərliyi adından 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir. Şakir müəllimə sağlıqlı ömür, firavan həyat arzu edirəm. Bugün, çəkilişlə gedir, bugün Qərbi Azərbaycan İctimai Birliyinin Azərbaycandan kənar, Avropanın digər ölkələrində, Rusiyada yaşayan soydaşlarımız da yəqin ki, bu çəkilişləri izləyəcəklər. Elə mən bu tədbirə gələn vaxtı mənə zəng edib, bizim də təbriklərimizi Şakir müəllimə çatdır deyə xahiş elədilər. Şakir müəllim, sizi Qərbi Azərbaycan İctimai Birliyi adından, Eldar İsmail Böyüktürk Ocağının rəhbərliyi adından bir daha təbrik edirəm. Sağ olun mənim, sağ olun. Sizə sağlıqlı ömür, sağlıqlı həyat versin. Xeyirli olsun. Xeyir olsun. Elə buradakı logo da siz işlədiyiniz logo. Şakirin oxucuya elə çatdırır ki, oxucu onu bir dəfə oxumaqla əzbərləyir. Sizlər maşallah, gözəl şairdir, şairdir. Şeylində, onun bilgən içində yox, bu bilgəni mən təcrübə eylədim. Namərd sözlü salsar, onda ad olmaz. Bir mərdlə ağı yesən şirindir, 100 namərdlə şəkər yesən dad olmaz. Yadın oğlu yağlı axşam rehmandır, dar günündə görəcəksən oysandı. Düşman günü düşmanınla düşmandır, yüzü keçsə qohum səndən yad olmaz. Ələsgərin sözü gətir hesaba, səhv edənlər səhv deyiləsin kitaba.
heç namərdin sağa gəlməz hesaba, mətmir olar, onda şadır olar. Tüm qohumların sağlığı olsun, bu sağlığı əvlatım mənim böyük sağ verirəm. Bir dayısı oğlu kimi, sən də bilirlər kimlərin. Həm xalam oldu, həm dayım oldu, həm də qardaşım oldu. Ay qardaş, buz verir bize. Deyirəm, hamını xoş gördük. Şakir qardaşımız elə də şifahi olaraq təqdim elədi. Bəziləri elədir ki, əməli ilə daha Şakir müəllim, belə bir insanlar əlbəttə ömür fanidir. Fəaliyyətimizdə, işimizdə, əməlimizdə həmişə arxadan qoyan ömürlər xatırlanır. Verilən ömrün özü bizə qədər geolog, dünya bina olandan elə bizdən sonra da inanıram ki, oynanmama təzəmin vardaq deyilik. Yəni, hər şey əməldir. Əməl dəftəridir, əməldir, yerdə qalanır, üstə gəldir. İnsan soruşanda bəlkə də nitbi ola bilər ki, hər kəs natiq deyildir, hər kəs ibarəli, ifadəli, elə dərindən o manqalda kül buraxmayan kimi ifadələr işlədir. Ama soruşursan, nə üçün sahibdən o varsa arxada bir əməl yox. İnsanı yaşada əməlin səsi sözdən daha da. Odur Şakirlə bağlı oradan da gözəl fikirlər, dinlədik, hünkârlarının təqdimatında Şakir bir şərəfli ömür yolu keçib, haca buradan elə bir ömür yolu keçib ki, o örnək misaldır, əsərləri ortadadır, yaratdığı, qurduğu işlər. Zaten insan elə gəlişli, gedişli, olumlu, ürünlü dünyada əsəri ilə, əməli ilə arxada bırakmış işləri xatırlanır. Həm Şükrət həmin çox gözəl şeylərlə tərənnüm edir, insanın varlığını, yaşayışını ta 90'a qədər gəldi. Allah xeyir versin. O şeiri yazan şair bizim elimizin, obamızın demək o ziyalılarının da ruhları şad olsun. Nəinki onları? Ziya sözü, ziyalı sözü hamısı ne oldu? O insanın bəşəridir. Değerleri paylaşırlar çünkü bugün Nizami'nin söz dünyası, sihirler hazinesi, hemsesi vesaire UNESCO'nun qeyri-maddi irsində təqdirə layiq değerler bütün dillerde tercüme olup solüstü kitap tutuluyor. İnsanların ruhunu okşuyor. Neden biz qeyri-maddi değerlere bu kadar önem veririk? Çünkü insanın cismi torpağa, ruhu ilahiyə bağlıdır. Niyyətlə bağlıdır. Niyyetin özü düşüncelere gelene kadar bir sezgi yolu geçir. İlahiden bəhrələnir. Böyle niyyetin hara mənzilim oraya. Şakir seçilmiş insanları bugün tabii ki üzürü sebepten belki de burada olmak isteyenler var. Onların da kulağıcım gidersin ama kaymakları, yüreğine yapanları şəxsən dəvət edib, məclisində görür. Mən sizin hamınızı xoş gördüm deyirəm, xoş gəldiniz deyirəm, salamlayıram və nə yaxşı ki Şakirin ətrafında siz kimi işıqlı insanlar var. Şakirin özünün işığına da biraz o projektlər hesab edirəm ki, təsiri var. Çünki birlikdə biz həqiqətən dəyərliyik. Ömər Xəyyam deyir ki, o bəşərin ən əziz mehvəriyik biz. Düşünsən bəsirət cövhəriyik biz. Kainat dairəsi qızıl bir üzük, onun da əziz gövhəriyik biz. İnsanlıq həqiqətən insanın üzərində insanla bağlı. Hər kəs yaşlanar, amma böyümək başqa bir şeydir. Başkasında təbəssümündə, yüzündə, kədərində, arkasında gizlenen o her şeyi yeyilmir, deyilmir, görən insan yaşlanaraq böyüyenlerdir. Yaxşı ki, varsınız, mən inanıram ki, 65 yaşda artıq siz ömrün ilə bir zirvəsindəsiz ki, siz buradan üçüncü gözümüz açılır. Üçüncü göz həm təcrübə, həm
birlikte su içir. Siz insanlara şərt iki gözlə baxır, üçüncü gözlə onları skan edir, rentgen sayarır, zaten görmüş olursunuz. Danış, dilinin dalında gizlənmişsən, tanıyıb görürsən kimsə. Hələ ki cavanam, budur təsəllim, Şakir. Baxan saçındakı qaradan bilir, ömür hardan başlayır. Bəli, ömür hardan bitəcək, yaradan bilir. Canım hayalıma eşit olsun. Ocağım qorum torpaq, qüvvətim zorum torpaq. Sən də biriz qoymasan, çatlasın, yorum torpaq. Deyəm, şairədə eşq olsun və ruhu şad olsun. İnanıram, Şakir yerdə qalan 1/3 əsrini də, 1/3 əsr zaten bir qərinə 32 ilmiş. Biz də elə hesab edirik, qərinə əsrdən böyük. Amma İnqilab deyir ki, qərinə 33 ildir. Şimdi 33'ünü de Allah ona bu verimli, bu məhsuldar ömründə. Çünkü Şakir bugün təcrübəsinin üstündə sıfırdan değil, artık o əldə etdikləri ilə bu yaradacaq. İnsan hər birimiz bu yaşımızda, sinimizin bu devrində belə əgər məkan, yer, iş dəyişərsinizsə, təbii ki, təcrübəniz özünüzlə, iliniz özünüzlə yer dəyişir və bilik, təcrübə paylaşdıqca artan yeganə qeyri-maddi dəyərdir. Nə qədər belə deyək, savab işlər varsa, o biliyin, hikmətin, gözəlliyin əməllə yoğrulmuş transformasiyasıdır. Əks sədasıdır. Bizim özümüz də o yenə Yarımxan yazmış, rəhmət versin, onun dəyərli fikirlərindən deyil. Mən bir çiçək, Şakir növbəti kitabını yəqin burada təqdimatlı olacaq da, bir çiçək yetirirəm könüllər bahçəsində. Rənginə eyran olub ətrini qoxuyarlar. Ona baxan kimsələr şair olar söz qoşar. Əlvan duyğularını xalı tək qoxuyarlar. Elə bizdə qalıb, dərin kitablar qalıb, babalardan bizlərə yazıblar, oxuyuruq, yazırıq, oxuyarlar. Eşq olsun sizlərə, var olun, birərlər daha tələfə Erdoğan da son vaxt yaman şehirdir, Azərbaycan'da. Demək, gözəllik versin. Əvlatım mənim, sağ ol, gözəl qeyd elədin, hər tərəfli mənalı, sağ ol, var ol. Məclisin birinci dərəcəlisini yeyib içmək üçün, ikinci dərəcəli danışmaq, demək, gülmək, oynamakdır. Allah həmişə hamımıza, elimizə, obamıza gözəllik versin. Şair deyir ki, şər işdən şər törər, xeyirdən xeyir. Xeyrxalq insandan ziyan tapılmaz. Xalqının dərdini duymasam əgər, sənin də dərdini duyan tapılmaz. Çalış el ilə dolan, el ilə yaşa, səni xoş əməllər qaldırar başa. Süfrən bağlı olsa qohum qardaşa, sana tikəsini qıyan tapılmaz. Əhməd, mərdlik olsun eşqin həvəsin, qoy səni tanıyanlar afərin desin. Çalış təmiz adın ləkələnməsin, ömür ləkəsini silən tapılmaz. Allah hamıya gözəllik versin. Şakir var olur, sağ ol, var olur, görəm. Allah sana gözəllik, san sağlığı, sənin balalarına, səni istəyənlərə nəsib eləsin. Deyirəm, bu da sözü qardaşa verək. Qabil müəllimə söz verək, qoy biz kəlmə qeyd edək. Bugün çok güzel bir məqamdır, sevindirici bir andır. Şakir müəllimin 65 gübleyidir. Şakir müəllim zəhmətli yaşayır. Oradan da bu illər ərzində elə böyük işlər görür ki, təkcə qəlbi Azərbaycanla bağlı deyil. Eyni zamanda özünün ixtisasıyla bağlı, yəni mimarlıqla bağlı oradan da alimlərin görəcəyi, tədqiqat işlərində alimlərin görəcəyi bir işi görürdü. Və dünya mimarlığında o yeni yanaşmaya, onun Azərbaycanda tətbiqini çox gözəl şəkildə şərh edirdi. Buna görə mən Şakir müəllimi təkcə yubileyi münasibəti ilə deyil, eyni zamanda kitablarının işıqlı görməsini də mən təbrik edirəm. Ümumiyyətlə belə götürəndə, elə kitabın özü də bir övladdır. Mən deyirəm ki, Şakir müəllimin əlavə olaraq elə 3 dənə də övladı var. Və bu övladlarının sayı da deyirəm ki, o getdikcə artsın. Və Şakir müəllim mən
Şakir müəllim, mən Azərbaycan yaşlılar birinin üzü görmək istəyirəm inşallah bu yaxınlarda. Siyaza Seyit Cahan Duran özümüzdə. Sizi təbrik edirəm. Və gün o gün olsun ki, biz öz tarixi torpaqlarımıza qayıdaq. Növbəti yubileyləriniz qoy tarixi torpaqlarımızda Artusda keçirilsin. Böyük Qarakilsədə keçirilsin. Mən sizi Göyçə mahallına qonaq dəvət edib, gəlin ora. Bulaqlar başında... Yox, Şakir müəllim bizi dəvət eləsin, Lor təməyə gedəsin. Orada dedim keçirdə, ondan sonra da mən ona dəvət edim. O burada gözəl hovuzu, dənizin gölü qorxara gedirsən. O yedi bir Yaxşı dostlar, onu yerləşdirdilər. Ona yol oxumaq istəyirəm. Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Arşud kəndində dünyaya gəlmiş Şakir Məmmədovun illərdə Arşud kəndi ikinci dünya savaşında. Müharibəsi iştirakçıları haqqında geniş məlumatlar ödəksini tapır. Qələbənin 80 illik ərəfəsində işi gücü görmüş, bu kitabın əhəmiyyəti olduqca böyükdür. Belə kitabda həm Arşudun 2-ci Dünya müharibəsində iştirak edən sakinləri barədə, həm də Böyük Qarakilsənin tarixi, rayon arasında yerləşən 26 kənd, o cümlədən tarixi yurd yerlərimizin adlarının ermənilər tərəfindən dəyişdirilərək erməniləşdirildiyi barədə məlumat verilmişdir. Kitab sanki bir məlumat bazasıdır. Kitabı oxuduqca rayonun tarixi, mənzərəli və tarixi yerləri ilə fotolar vasitəsilə tanış olur. Böyük Qarakilsə və kəndləri ilə bağlı məlumat olmayanlar bu kitabı oxumaqla dəyərli faktlar əldə edə bilir. Öyrənir ki, Böyük Qarakilsə tarixən Türk yurdu olubdur və bu ərazilərdə türklər yaşayıblar. Burada Arşud kəndi və kənddə yaşayan tayfaların hər biri haqqında ayrı-ayrılıqda məlumat verilir. O, Qərbi Azərbaycan mövzusuna həmişə həssaslıqla yanaşıb. Arzularının biri də yurt yerlərimizə əsl sahibləri kimi qayıtmağımızdır, dönməyimizdir. Qərbi Azərbaycan İctimai Birliyi İdarə Heyətinin üzvü, Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlərin aktiv iştirakçılarındandır. İctimai Birliyin logosunun hazırlanması onun zəhmətinin məhsuludur. Şakir müəllimin kitabın işığı görməsi onun 60 illik yubileyi ərəfəsində təsərrüf edir. Bu kitab Şakir müəllimin sadəcə 3-cü kitabıdır. Şakir müəllim gözəl memar, yaxşı mütəxəssisdir. O iki kitabı, müasir dünya memarlığı, memarlığın elementləri və ölçü normaları kitabları da elə memarlığa həsr olunur. Bugün Şakir müəllimin dünyaya göz açdığı gündür. Biz onu Qərbi Azərbaycan İctimai Birliyi adından həm yubiley yaşı, həm də kitabın işığı görməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Növbəti yubileyi doğrudan yurtlarda keçirək. Alqışlar, gürültülü alqışlar. Deyirəm ki, şeirlə, aşağılı şeiri ilə bu öz fikirlərimi tamamlayayım. Aşağı deyir ki, ərşdə xaliq, yerdə küllah, evdə ata birdir. Həm də gözəl atadır Şakir müəllim. Bəzək vuran, quru quran, kainata birdir. Bu günahı keçməz, xaliq haqq səni bağışlamaz. Ya öldürdüm, ya öldürdüm, bu cütkata birdir. Qüdrət qamət bəxş etmişdi, fərəh vurdu belimdən. Leyli nahar cari elərəm nəsiyyətlər dilimdən. Tənər sözbəd yaranıb qərəzli dörümdən. Həb səni gözdən salaya da ata birdir. Al səni duymaz nadan, sərraf salar yadına. Əhli zatdan halal olan tez yetər muradına. Əzrail bir gün çalanda kimsə yetməz zadına. Ya dəhrivar bağda verdim, ya bəxt yeta birdir. Həmişə yılvarının yeyin olmağını, dəxtin açıq olmağını, uğurlarının çox olmağını arzulayırım. Birinci dəfə bizdən qaçdınız. Neyle 9 ile 72 hava çaldıran sazım. Dilgəmi kökündə dilgəm ağladan, kərəmi olmana yandıran sazım. Bir pərdə ki, eynə ruhani içdə, gəlaşır əmrahdan sarı tel içdə. Çıx dağlar başına vurğunu səsdə, bu beyni dağlara, qaldıran sazım. Gönül oğluyor, sazın her şeyli. Bu beyti, dalsında bir gölse gülü. Ay, gönüller ağladan güldüren sazı. Aşağı eğildikçe sesin uygunu, karasıkların tamam yorgunu. Genci havasında koş koruğunu, kırasın belinden mindiren sazı. Halkı mindirsen, ay indir sene. Sen halka hizmet et, kalk sana hürmet. Ellərdən bol nəmər, mərdlərdən xələb, sənsən aydın ümrüyə, aldıran sazım. Eşq olsun sazında, eşq olsun da, eşq olsun hamıda, eşq olsun Şakir müəllim.
məclislə başlayır, ya divanı ilə, mən də divanı ilə başlayıram. Sağ ol, sağ ol. Ya tədrislə başlayırlar, ya divanı ilə, mən də divanı ilə başlayıram. Sizlərə başlayıram. Sizlərə xoşdur, sizlərə nuş olsun. Azad sənin çox sevir, başla. Adam alimdir. Ah yâre, ya medet, ya Resul senden medet. Mübarekinde beslemesen gül üzüden elden gider. Mehribanlık istemesen mehriban elden gider. Anne fitne verir Hasan, Meleğen nifret eyler seni. Azdalarını yitirsen ey halim alem, ben gider ömrün alem solamaya. Ömrün alem. Baygınla başlamasan Gülistan elden gider. Mehribanlık istemesen mehriban elden gider. Fitne verip ev yıkasan, el nifret eylersen, ardın aklı getirsen, faniban elden gider. Böyle bir söz vardır bir de ata babada. Büyük adam mahrum olar, gözü düşer havada. Nahak yere zenge girmek, el gelmez davadan. Her meydanda baş oynatma, şirin dönerden gider. Yardımcı olun lan. Habada mehriler olsun, mehriler olsun, elbana. Allah'a danışan da doğru danışır, sözüm sahibine. Kırbalamaz kazansan, çok kazansan, beş asıldım algısan. Sağ ol. Adamlar burada ne ses sallar. Uşaq deyilsən, neyzən olur. Mənə gəl ki, silahdan axırıncı balaca mənəm, amma burada sakitçə durmuşam. Necəsiniz? Axşamınız xeyir olsun. Gözəl insanlar. Şakir müəllim, mübarək olsun abi günümüz. Gözəl insanlar. Həqiqətən də burada bizim böyük türkümüz Eldar İsmail'in adı altında gerçekten ne gözəl insanlar tanıdıq. Mən hər birinizə uzun ömür, can sağlığı arzu edirəm. Mən Allah'tan arzu edirəm ki, həmişə bax burada neçə nəfər iştirak ediriksə, gələn dəfə də o ad günlərində hər birimiz iştirak edirik. Zöhrə xanım, Allah sizə can sağlığı versin. İş odur ki, həyatda onu görəsən, inkişaf etdirəsən, yetirəsən. Buna iş deyirəm. Mən işliyimə görə bizim səbəbkarımız Şakir müəllim, gözəl mimardır, gözəl hər işləri var. Qabın müəllim ətrafını danışdı, Qürbət müəllim, bütün dostlar da hamısı danışacaq. Bilmədiyimiz nələr varsa da Şakir müəllim haqqında məclisimiz davam eləyə öyrənəcəyik. Gün olsun ki, bu məclisimizi, bu tədbirimizi, buradakı kollektivimiz bəlkə də 95 vacını mən özüm burada yerliyəm, mən də özümü sizdən bərabər hesab edirəm. Göyçədə, Qərbi Azərbaycanda, sazımızı sözümüzü orada yaşadıq. Onda dünyasını köçənlərin ruhu şad olar, qalan insanların canı sağ olsun.
Abla ben Orta taşıydı. Orta farkı, ha olsun ne var? Ben şeyden Ne görmem. verdiniz istiyor olsun. Tabii. Musiki olanda, musiki yok, biraz söz olanda belki biraz söyürəm. Bir dindiğin göre ben ne deyirəm, belki kimse sevirəm, kimse hoş söz deyirəm. Ona göre de dinlememiz hamımıza aittir. Üzr istəyirəm bu sözüme göre, musikiciler onu sever. Onun yakın tutarı da bir şirket var. Sevin adalet. Salam layla ay bir cadal şayba lamay balam şirin şirin diline kurban kara göz. Abana aygız, gedene aygız, gelen aygız, bedene. Ay süratini ay balam, ay balam, boşa geder. Gedikleri kesek gerek, gedikleri kesek gerek. Aman aman, aman aman, aman aman, telli ceylan boya heyran. Bayolar mı gelebilmeyek? Dağlar durup aramızda, dağlar durup aramızda. O büyüdüğünün, o büyüdüğünün, o büyüdüğünün kadına. Rəhmətli yazar müəllimi sözlərini deyir ki, tüm atını boşa gedər. Gedikləri kəsək gərək. Olar mı? Keçə bilməyək, dağlar durub aramızda. Buyurun. Hadi dostum benim. Ay resmiledim dolaşır. Güzellik sana yaraşır. Layla layla napala layla sonam layla derdina.
şərən mi var? Aşılası gələn mi var? Gələn mi var? Gedən mi var? Dağlar durub aramızda. Ay aşık sen gelen ay melul bak Nazlı gamzen, nazlı gamzen Evim yıkıra balalayla Solamlayla derdine Aydan ayıp sen ay balam ay balam yanaşır Eline kurban kara göz Hey Karagöz! Lay 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 Ayla, köpeğayla, kadana. Ay vatan desem ay balam, ay balam, ay balam, dilim yanar. Ay vatan desem ay balam, dilim yanar. El uzatsam elim yanar, el uzatsam elim yanar. Oğlum sever, kalbim yanar. Dağlar durur, aramızda. Bana lay lay ay, bana lay lay ay, köpe lay lay, kadana ay. Allah'a bassan elim yanar. Oğlum söner, közüm yanar, dağlar durur aramızda. Allah Teala o gün bize nasip eləsin ki aramızda duran adamlar artık biz aşağı bilək. Allah'ım bu dağları 5 gün qaçıqa çəkərlər. Gedəcəyik, inşallah gedəcəyik. Ve burada çok güzel sözler gelir, biz onları eşitebiliriz. Ve çok büyük bir adamın, çok değerli bir şəxsiyyətin hakimiyyət toplatmışdır. Ona göre de bu mecliste ben elə bilirəm ki, deyilən sözlerin hamısını bir dinlemek lazımdır. Ben de Şakir müəllimi bir 5 il olar ki tanıyıram. Tanıdığım müddətdə onu bir kamil şəxsiyyət kimi, özünün, sözünün yerini bilən, özünün xüsusi çəkisi olan bir şəxsiyyət kimi tanımışam. Üstəlik də arada bir onun yazılarını görəndə, şeirlərini oxuyanda mən görmüşəm ki, bu elə təpədən dırnağa əsl istedaddır. Gözəl, bəli, poeziya nümunələri yaradır. İndi də nəhəng kitabı, möhtəşəm bir kitabı işimizi görüb, bugün Hülləyə rəfəsində bu kitabının da işimizi görməsi münasibətindən değerli kardeşimizi ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı və yaradıcılıq uğurlar arzu edirəm. Arzu edirəm ki, bax bu memarlıq nümunələrini, dünya memarlıq nümunələrini doğma Arcudda, Qərbi Azərbaycan torpaqlarında o memar kimi fəaliyyətini davam etdirsin. Yüksek görün sahillərində. Bəli. İnşallah. Mən şair deyiləm, adi yazaram. Qəlbimdə min arzum, min diləyim var. Məni yaz deyəni yazmasam olmur. Köksümə sığmayan bir diləyim var. Ağlayan yanında ağlar gözəmdən. Qəlbə nur çiləyən şirin sözəmdən. Düşməni odlayan yanar közəmdən. Mən şair deyiləm, adi yazaram. Qaynayan bulağam, duraxan seləm, sonalar saçında ağarmış teləm, bütöv bir mahalam, bütöv bir eləm, mən şair deyiləm, Allah yaşasın. adi yazaram. Mən sözünün, özünün, yaradıcılığının ışığına toplaşdırmış gözəl qardaşıma indən belə də memar kimi şərəfli adının kölgündə 100 il yaşamaq arzulayıram. Bir daha təbrik edirəm. Sizi bacınız kimi bağrıma basıram, öpürəm. Allah sizi korusun. Sağ olun, teşekkür ederim. Aşırı
Ben de sizi tebrik ediyorum. Yükleyiniz münasebetinden. Yeni kitabınızın işini görmesi münasebetinden. Çok sağlam ömür arzu ediyorum. Sahada derneklərə çıxasınız. Əzizlərimizlə bir yerdə. Bir də aşıq olunmasa satacaqmısın qabağa. Özünüz bilirsiniz ki, mən başqa sahənin əməkdaşı olmuşum. İndi bir hava sizin xəttiniz üçün çalır. Çok polkovnikin adını çəkdim, siz yadınız Eybi yox. Mən yaddan çıxmış polkovnik olum, eybi yox. Aşık oğul, aşık biraz... Ben sizi bir defa idare ederim. Sakin olun, sakin. Niye de? Yaşam okusan biraz da tek. Neyi okuyabilir? Hayır, öyle bir şey yok. Dedim diyorlar. Neyi okuyabilir? Şimdi hazırlasın da. Şimdiden uygun olsun. Ha Şakir Mallı. Ha bu Haviye yubilyar oynamalı diye. Bakın da böyle
söz demək istəyirəm. Deyirəm məclisimizdə təzə qoşulubdur. Çox hörmətli bizim Şakir müəllimin xalası olan Abuzər müəllim iştirak edir. Gəlin sözü ona verək, bir iki kəlmə Şakir müəllimdə haqqında bir iki kəlmə ondan eşidək. Sağ olun, var olun, məclisimizdə elə də xoş gəlibsən, gözəl oğlan, öpürəm, sağ olun, var olun. Allah sənə. Mən Xaloğlu'nu təbrik edirəm bu yubiley deyək də belə 65 yaşı münasibəti ilə. Xaloğlu'nun bizim ailədə, bizim nəsildə xüsusi yeri var. Böyük oğlan nəvəsidir bizim babanın nəslində, ona görə biz hamımız onu çox istəyirik. Şəxsən mənim üçün o tək Xaloğlu deyil, həmişə böyük qardaş olub və yaxın dostluq. Yəni, həyatda nə çətinliklərim olub və birinci növbədə ilk yadıma düşən Xaloğlu olub, mənə çox da olmadandır. Mənim arzum odur ki, Xaloğlu'nun iri yubileylərini keçirək, 70, 80, 90 və s. Bu ona can sağlığı arzu edək. Xaloğlu gözəl ailə başçısıdır, çox gözəl yetirmələri var, oğlu, iki qız övladı, nəvələri. Yəni, Xaloğlu mən deyərdim ki, xoşbəxt insandır. Ailəsi tərəfindən sevilir, övladları tərəfindən nəsildə sevilir, kökdə sevilir və Şakirin o ailədə, o nəsildə kökdə xüsusi yeri var və burada oturan insanların hər biri üçündə sevimli bir insandır. Mən sənin qəlbdən təbrik edirəm, Xaloğlu. Sağ ol, Xaloğlu. Sənin uzun ömür, can sağlığı arzu edirəm. Sağ olun. Və arzum ondan ibarətdir ki, övladlarının belə yubileylərində iştirak edək, sən iştirak edək. İnşallah. Allah qismət edir. Təbrik edirəm. Sağ ol. İşçilərsiniz. Tibb Üniversitetinin müəllimidir. Təşəkkür ederim. Mən də çox şadam. Allah sizə can sağlığı ömür versin. Xaloğlu, indi mənim bu qədər tərəflərdə düzdür, yaşıma görə yəqin ki, mən biraz bunlardan böyük olduğuma görə deyil. Ancaq Xaloğlu'nun 4 səviyyəsi var. Titulları var, adı sanı var, elm, doktoruna falan hamısı nə qədər kitabları, indi mən o qədərini saya bilmərəm də qədər, bilirəm ki, en qədər. Məclis sənin məclisin, ona görə sağlıqlarsan var. Qardaş, mənim məclisim istədiyimi deyə bilərəm. İndi biz Xaloğlu yoxdur, belə deyək də, mən hələ addımlayıram, Xaloğlu keçi vurur mənə. Keçib yox, nə bilim, gelib haradasa baxır. Bir məsələ var, ancaq onu deməyəcəm, biraz. Yox, sonra deyəcəm. Onu da demirəm. Və mən Xaloğlu'na uzun ömür, can sağlığı və bugünkü gündə mənim gözəl şənlik deyək, yaxud yubiley deyək, bugünkü günümdə, bu sevinçli günümdə iştirak elədiyinə görə ona can sağlığı eləyirəm. Və sizin bir kolegyanız olaraq Allah sizə də can sağlığı versin. Sizin bu səsinizdəki lap bizi heyran elədi. Hər kimizə can sağlığı. Sizi qovuşdurdum, can sağlığı hər kimizə. Var görə sizə bir dənə şiir dərsizin icazənizlə. Arın çiçəyinə otura, səngin yanı ateş edin, qoy edin, yaz səhv ürəyin oluna. Dedim, məni yaraladı bu güllər, qarşıladım bu çiçəklə bu güllər. Bir söz çıxdı dodağından sevmirəm, o güllərdən ağır oldu bu güllər. Könlüm istəmini yara bağladı, mən neynim didəm yara bağladı. Sənin eşqin taşlı sevişdən mənim sevməyim yara bağladı. Nəyə lazım küsüşmə, incimə, dediklərim məsləhətdir, incimə. Kör baxmaz mı kainata gözlərim, biraz dəysə yardımcıma, incimə. Biz, nə də qəlbi qarədir. Bəxtimizə vaxtsız yağan qarədir. Sən görəsən mən ağlayam dəm hadəm, insafdırma gözləri qarədir. Yaxam günəş, yaxam ulduz, yaxamdan, ay özü də asılmışdı yaxamdan. Həsrətin özündən vəfalıymış, sənə çəkdir, çəkmir yaxamdan. Sağ olun. Deyirəm sözü Beyla xanıma verək, bir iki kəlmə də o söyləsin. Ondan sonra bizim oxuyaq. Doğrudur, məclisimizdən artıq xeyli saatlar keçib. Amma mən yenə də
Şakir müəllimin bugünkü özel ve güzel gününü onunla paylaşmak için Şakir müəllimin ışığına toplaşan her bir değerli dostumuza, kardeşimize, bacımıza hoş gəliblər deyirəm ve salamlayıram. Şakir müəllimi tabii ki ben de Qərb Azərbaycan İctimai Birliği'nden tanıdım. Ben necə tanıdım? Azərbaycan İctimai Birliği'nin logosunu düzelden bir insan kimi. Bax o ərəfədən Əsas mühürüm var. ve ona bir sipariş edirdi, hərə öz fikrini deyirdi. Biri deyirdi biraz rəngini belə elə, biri deyirdi. Şakir müəllim o qədər səbir göstərə o loqonu işlədi ki, onun yerinə mən əsəb keçirirdim ki, bu qədər insanı incitmək olmaz axı. Biri deyirdi biraz göy rəngini tündürür, biri deyir yazıb silir, təzdən işləyir. Yəni mən o zaman Şakir müəllimin Dədə Ələskərimdə ilə bütün logolarımızın hamısını Şakir müəllim işləmişdi. Şakir müəllimə bir memar olaraq öz sənətinin peşəkarı, sənətinin fatihi olaraq mənim o zaman ona hörmətimi yaratmışdım. Ama sonra zaman geçtikçe ben gördüm ki Şakir müəllim yalnız sənətinin memarı değil, hem de sözün memarıdır. Şakir müəllim hərdən şeirler yazır. Şakir müəllimin bu yaxındakı istedadını eşittim ki maşallah yeni kitabı. Dostlar biraz dinleyek. Şakir müəllim bu son 2-3 günde yeni kitabının nəşrini eşittim ve çok sevindim. Ve hansı sahədə olursam o, fikri ifade eləmək üçün söz xəzinən zəngin olmalıdır. Şakir müəllim hər sahədə inkişaf eləmiş bir insandır. Ben arzu edirəm ki, bu yetenekleri, bu istedadları cəm halda, yani saysız halda Şakir müəllimə verən yaradan qoy bu keyfiyyətləri heç zaman yaradanın köməkliyi ilə qürub etməsin. Şakir müəllim həm insanlığıyla, həm o qüruruyla, mən öz hissimdən danışıram, mənim yəni hörmətimi qazanmış bir insandır. Şakir müəllimin dostluğu ilə mən qürur duyuram, çünki o çox qeyrətli, çox təəssübkeş bir el oğlu, qardaş, dost, sözü bütöv, özünə, sözünə, çəkisinə, sambalına hörmət eləyən bir insandır. Mən Şakir müəllimin ünvanına çox sözlər danışmaq olar, vaxtınızı almaq istəmirəm. Fikrimi ona həsr elədiyim, Doğma Azərbaycanın istedadlı memarı şeirimlə bitirmək istəyirəm. Təbii ki, bugün 2 əlamətdar günü onun qeyd olunur. Həm kitabının yeni işıq üzü görməsi münasibəti ilə, bir də ömrünün 65-ci baharı ilə qeyd olunur. Mən Şakir müəllimə təbii ki, arzularımı belə bildirirəm ki, Şakir müəllim bundan sonra da bütün bu gözəl missiyalarını, fəaliyyətini yerinə getirməkdən ötürü, o eyni zamanda ailəsində də çox gözəl ailə başçısı, onun evlatlarının tərbiyəsindən mən bilirəm ki, o çox evlatlarının üzərində möhkəm ayaqları ilə dayanıb və onlara istiqaməti doğru düzgün göstərən bir ata olubdur. Babalarına, nəvələrinə gözəl babadır. Yəni Şakir müəllimin ünvanına hər kəs mənim dediyimdən qat-qat artıq gözəl sözlər deyə bilər. Çünki o bilavasitə bu sözlərə layiqdir. İndi Doğma Azərbaycanımızın istedadlı memarına belə bir şeir həsrləmişəm. Şakir şükür deməkdir, varlığına şükür edək. Bugün doğum günündür, təbrikinə biz gedək. Fəxir, qürur duyuruq, elimin evladı tək. Hər zaman əməli ilə göstərdi qeyrət, arı, Doğma Azərbaycanın istedadlı memarı. Kimliyini göstərib hər an mərifətində, vətən, millət, el, oba sözündə, qeyrətində, möcüzə yaratdığı sevimli sənətində çox uğurlar qazansın, qoy Tanrı olsun yarı, Doğma Azərbaycanın istedadlı memarı. Səmimi insan kimi bütövdür onun sözü, ürəyini yandırır əsir yurdunun közü. Heç bir şeydə nəfsi yox, hər şeydən toxdur gözü. Həyatda ən qiymətli nəvədir dövlət varı, Doğma Azərbaycanın istedadlı memarı.
Todar Arçutdur yeri, doğulubdur o elde. Sənətinin şöhrəti gəzir ağızda dildə. Qarşıdan üzümüzə gələn aylarda, ildə sevinclə yola düşsün, yurdu vətənə sarı, doğma Azərbaycanın istedadlı memarı. Doğma Azərbaycanımızın istedadlı memarına eşq olsun. Mən arzu edirəm ki, bugünkü gözəl insanlarla biz Şakir müəllimin gələcək yubileylərini də gözəl məkanların birində qeyd edək. Diqqətinizə görə təşəkkür edirəm dostlar, sağ olun. Kimi azad olsun işğaldan, Şakir müəllimin növbəti doğum günləri Arçutda qeyd olunsun. Arçutumuzun ünvanını da bir arzu edirəm. Sağ olun Şakir müəllim. Sağınız üstünde bir ne okuyabilirsiniz? Gödək doğru. Sağ olun. Ne okuyabilirsiniz? Sen ver zengi yapışan. Bakın şehri talan oldu. Bakın şehri talan oldu. Talan oldu. Talan oldu. Bakın başa ey bak bu gözler. Bak bu başa bak bu gözler. Yandı bağlım, yandı bağlım, döndü köze ay geldi, yalım ay geldi, Geçen sevdi çekme yüzey. Geçen sevdi çekme yüzey. geçen geçti olan oldu. Geçen geçti olan oldu. Olan oldu. Aşık sana kurban. Aşık sana kurban. Gelene bağlını Sabah kehri yalan. Aga beni yap. Sabah kehri yalan. Leyli 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 Geçen geçti olan oldu ayaman. Geçen geçti yalan oldu. Geçen geçti yalan oldu. Değerli dostlar, önemli değerliler. Bugün mən də Eldar Uzağlı olaraq bu məclisdə bir dost kimi, bir yaxın elli kimi iştirak edirəm. Yəqin çoxumuzun xəbəri var. Eldar İsmail Böyük Türk dünyasını dəyişəndən sonra Qərbi Azərbaycan İctimai Birliyinin nəzdində bir WhatsApp qrupu yaratdıq. Eldar İsmail Böyük Türk Uzağlı, başkanı Zöhrə xanımdır, köməkçisi Bela xanım idi. İndi də bu işi davam elətdirik. İndi bugün bir Eldar Ocağının üzvü kimi bu məclisdə iştirak eləməyimizlə yanaşı, həm də bir dost kimi, bir elli kimi
Şakir müəllimi təbrikə gəlmişik. İlk gündən, tanıdığım gündən Şakir müəllim mənim nəzərimdə samballı, ləngərli bir kişidir. Sözün həqiqi mənasında savadlı mühəndisdir, incəsənət əhlidir, söz əhlidir, qəlb əhlidir. O ağzından çıxan sözə fikir verəndə, dərrakəsinə fikir verəndə sözün həqiqi mənasında hərdən adam həsəd aparır ki, Allah bu insana qabiliyyəti hər tərəfli verirdi. Şakir müəllim, sizi təbrik edirəm. Həm 65 illik yubileyiniz münasibətindən, həm yeni işıq üzü görmüş kitabınızın ərsəyə gəlməsi münasibətindən. Səhv eləmirəmsə, sizdə bir kitabda Artuk kəndində 2-ci Dünya Müharibəsində vuruşan, həlak olanlar və geri qayıdanlar barədə 2020-ci ildə biri var. Memarlıq elementləri Halda bir mühendis kimi, bir necə deyim, həmkar kimi mən bilirəm ki, elə kitab yazanda o kitabın hər səhvləri, hər bir səhifəsi nəyin bahasına başa gəlir. Yəni bunun o fundamental biliyinin olmağı bir yana dursun. O müasir hər bir şeylə mübahisə eləməkdə, yəni fərqli cəhətdə bircə addım irəli çıxmaq üçün hansı əziyyətlər bahasına başa gəldiyini bilirəm. Təbrik edirəm sizə, axarınız olsun deyirəm. Hər şeydən əsas Allah sizə son sağlıq versin. Həmişə görəcəyiniz ailənizin, övladlarınızın, nəvələrinizin üstündə olsun. Gün o gün olsun ki, 70'i, 80'ı, 90'ı, 100'ü yaşamağa Allah imkan versin. Bir de bizim Bela Hanım'ın şeirinə mənim çox hoşuma gəlmiş, bir düzünü deyim. Azərbaycan xalqının istedadlı memarı. Doğma Azərbaycanın Doğma Azərbaycanın istedadlı. Ona görə mən də bir cızma qarı eləmişdim. Nəzərə yaptım. İcazənizlə onu da çəkək. Bilirəm, məşhur olub, bu sənətində nədən oxuyanda 5 alır, tərsimi həmdəsənə. Həlim xasiyyəti deyil, uzağı yaxın edən, sənin günündür. Yığ başına dostları, doğma Azərbaycanın istedadlı memarı. Naşı sənətkarları yaxına qoyma qəti, zəlzələsi, leysanı xar etməsin milləti. Elə faydalı olsun, uzaq saxla sənəti. İlim 4 fəslində gətir yurda baharı, doğma Azərbaycanın istedadlı memarı. Ən yaxın dost kimi bax, sən cizgi taxtasına, qazandığın zirvə var, göz nuru bahasına. Ehmalla çək pərgarı, qıyma qarandaşsına, görsün gözəl binaya, mühəndis arzuları. Doğma Azərbaycanın istedadlı memarı. Düzək söz kələngini maraqlı sonluq olsun. Sevincin ömür boyu, dərd qəmin anlıq olsun. Dəst eləyək illəri 10 dənə onluq olsun. Möhkəm can sağlığıyla, güzə bağla ilqarı. Doğma Azərbaycanın istedadlı memarı. Şeir Bela Hanım'ın şeirinin ikinci hissəsidir. Sanki arada mənə ustad deyir, bu da var görürəm. Belə qaynar oxuyan, bu gönlər gözəl mahdıdır, bu nə şirin avazdır. Aya oxumaq istəyirik, hayf vaxtımıza. Bu incə döndərmələr, zərif hallar kimindir? Bu müqəddəs arzular, xoş xəyallar kimindir? Kömürlərə od vuran kimin çaldığı sazdır? Aya dinləmək istəyirik, hayf vaxtımızandır. Güllərin insafı yox, çiçəklərin Allahı. Ayrılıq vaxtı gəlsə bizə çəkdirər ahı. Aya bu nə sehirli bahar, bu nə ətirli yazdır. Qoxlamaq istəyirik, hayf vaxtımızandır. Gözəliyi gözümüzdən qoymuruq. Aya 100 il yaşasaq belə, yorulmuruq, doymuruq. Həyat da heç soruşmur, kimin işi tarazdır. Aya yaşamaq istəyirik, hayf vaxtımızandır. Allah Teala hamıyadan sağlık versin. O Şakir balamız 100 il yaşasın, ürəyi nə qədər istəyir o qədər yaşasın. Deyir, ey dünyanı dördəlli tutmaq istəyən. Ömür vəfasızdır, bilmək yaxşıdır.
Yaxşı dostum olan vəfalı yarım, ömrümü onlarla bölmək yaxşı. Deyirlər ki, divarları nəm yıxar. Demirlər ki, xoş gün yıxar, dəm yıxar. Aya insanı da dəst tərəzlər, qəm yıxar. Yenə arsız olub gülmək yaxşıdır. Gəzdiyim yerləri gəzə bilmirəm. Çörəyi ağzımda əzə bilmirəm. Aydın Rızayam, bu dərdə daha dölə bilmirəm. Belə yaşamaqdan ölmək yaxşıdır. Allah malını kütdən uzaq eləsin. Bundan əvvəlki şeyimi öyrəndin, dərdimədi. Elə bu qədərdir, rəhmətli Zərifxan bunu sözdür. Bundan əvvəlki? Hə, Zərifxanı sözdür. Zərifxan deyil. Allah'ın buradadır. Allah canını sağ eləsin. Allah dostluktan, qardaşlıqdan əşli eləməsin. O bizi kəlmə dostluqdan eşilir. Təşəkkür dayı. Dayının başı var. Mən xahiş edirəm, hamı danışanda mən qulaq açdım. Zəhmət çəkib bir kəlmə. Cəmsi bir sözlə söyləyəcəm, mən qulaq açdım. Gün doğrudan da gözəl bir şey. Hayır abi. Buyurun. İntervyu Hürvət müəllimlə, Nabil müəllimlə, Sevil xanımla, Zöhrə xanımla, Bela xanımla. Siz məni əyani tanımırsınız, amma internet resurslarında görmüşsünüz. Mən çox şadam bu günə. Bugün qardaşımızın, mənim uşaqlıq dostumun ad günüdür, 65 yaşıdır. Mən də sizi kimi böyük bir iftixar hissinə gəlmişəm bura. Çünki hər dəqiqə, hər saniyə bizim ömrümüzdən gelir. Amma 65 olduğuna görə mən də sizin kimi şadam. Həyatın axarına görə yox, bugün daha yetkin bir insan olduğuna görə Şakir müəllimi salına içirəm. Mən bugün yenə də şad oldum, bizim kəsrimiz, bizim sinif yoldaşlarım, məndən bir sinif yuxarı oturmuş xanımlarla da bugün, Gündüz xanımla da, Nisa xanımla da, Qənizə xanımla da, Çiçək xanımla da, Nisa xanımla və Qənizə xanımla tez-tez görüşürdüm, amma Gündüz xanımla, Çiçək xanımla ola bilər ki, bir 30 ildən çox görüşə bilmirəm. Mən bugün Şahin səni salına içirəm, bir daha sənə minnətdaram ki, məni gözəl bir insanlarla, internet resursunda tanış olduğum insanlarla əyani tanış elədim, mən sizinlə qürüz keçirirəm ki, siz varsınız. Ola bilsin, biz söyləyə bilmədiyimiz sözü siz haradasa deyirsiniz. Haradasa yox, doğrudan da deyirsiniz. Biz çılgın deyə bilirik, biri sönük deyə bilir, biri açıq əyani formada deyir. Mən sizə minnətdaram. Allah sizdən qorusun. Gün doğrudan da gözəl bir gündə Şakir səni sağlasın. Nə qədər gözəl saniyələr, dəqiqələr varsa, sənlə bağlıdır. Ben sana sağlığına içirəm, Allah səni qorusun. Allah sənin Təşəkkür edirəm. Dostum, mənim siz həmkarsınız ha, həmkar, polkovnik. Hakim. Birazdan tanış olun. Gözəl əslində, buna qeyd edilər. İkimiz də mənim xalam oldu. Bu da həftənin neçən gün xalamışım. Ay var oldu. Hacım, yenə gözəl qeyd elədin, Allah səni var eləsin. Şahid deyir ki, cavanlıqda bir xoş günüm olmuyor. Qocalanda olsa yüz nəyimə lazım. Güllərim keçməyə sazda, şefdə, damakda. Aya saz nəyimə lazım. Söz nəyimə lazım. Xudadan istərəm, çox varım ola. O varı yeməyə dostlarım ola. Ömrümə müftala bir yarım ola. Qeyri gəlin nəyimə, qız nəyimə lazım. Ömrü başa vuram, nazlı yar ilə. Namus ilə, qeyrət ilə, ar ilə. Aya, 100 il ömür istərəm, xoş rüzgar ilə. Verirsən, belə ver, az nəyimə lazım. Ay demirlər, yaranmışlar hanı dünyada? Var mı ölənlərin sanı dünyada? Mən kökəndən sonra fani dünyada. Qış dönüb olsa da yaz nəyimə lazım. Allah Taala Şakir Bacıoğluna gözəllik versin. Elə cavanlığında da yeyib-içib gəlir, indi də yeyib-içib gələcək. Allah ona gözəl günlər nəsib eləsin. İçimiz qarışıqlıq. Var olun, sağ olun. Dur! Dur! Baxın da qal olun. Hey! Bizim fəhrimiz 44 günlük müharibədə iştirak eləmiş. Ordumuzun zəfərlərində
müəyyən dərəcədə əli, qolu verilir, zəfəri olmuş Zəfər müəllimi sağlığına içsin. Allah hamımızı hoş günə çıxartdı. 44 günlük zəfərlə biz torpaqlarımızı geri aldı. Deyir o doğrusa, düşmən üstə o dələ, lərliyə sal yeri göyü hardasan, Xodalının qisasını almamış, bir addım da atma geri hardasan. Mənəm deyib öyünənlər, öyənlər, suyun içib çörəyini yeyənlər, vətən deyib sinəsinə döyənlər, Azərbaycan, digitləri hardasan? Al xəncəri, çək uzunun gölünə, vur naxşı uzununa, elinə, kəs qulağın sal babası gününə, o murdarı becəri hardasan? Sal nəbini körağlını yadına, ləkə salma o doğlunun adına, çatışsanın sərlasının dadına, azad elə Kəlbədəri haşa, qulaq asın, ay balım, səbət götündən gilas sökülmür. Yağı düşmən göz çifti elinə, elini nikah, xəncər bağla belinə, aynalını götür bilən əlinə, gəl həcəri, hardasan? Aydın Rıza, qələbəyə zəfərə, çatacaq bu günə ya səhərə, bir arzum var Xan kəndinə səfərə, gəl ömrümün o günləri hardasan? Eşq olsun Zəfər müəllimə, bu günlərdə bu gözəl... Çox dəyərli ağsaqqalımız təşəkkür edirəm. Belə gözəl bir şeylə söz verirsin, minnətdarım. Bir daha hər birinizi salamlayıram. Doğrudan çox xoş oldu belə bir gözəl məclisdə. Şakir müəllim, gözəl İnsan Fəxri müəllimin yubiley münasibətilə görüşməyimiz, sizlərlə tanış olmağımız. Çox şad oldum hər birinizlə tanış olmaq. Şakir müəllim, sizi qısa müddətdə tanımışam. Ancaq oradan kəşf eləmişəm. Ola bilər ki, qrupda biraz az yazaram, neyərəm, ancaq hər şeyi izləyirəm, hər bir yazıları, paylaşmanızı izləyirəm. Mən qısa sayıram onu, ancaq doğrudan sizi çox gözəl tanımışam. 2020-ci ilin sentyabrından bu yana. Bəli. Allah sizi var eləsin. Çox gözəl ağsaqqalsınız, çox dəyərli insansınız, ziyalısınız, dəyərli ziyalısınız, çox dəyərli, gözəl ailə başçısınız, çox gözəl kollektiv adamsınız, dostsuz. Doğrudan sizdə çox nümunələr var, götürüləsi. Arzu edirəm ki, sizin ömrünüz o qədər uzun olsun ki, sizlərdən, sizin kimi ağsaqqallardan, dəyərli ziyalılardan, dəyərli insanlardan görək, götürək, nəyisə öyrənək. Doğrudan sizin kimi insanlara cəmiyyətimizin böyük ehtiyacı var. Allah sizi var eləsin. Sizin yuvanıza bir nə qədər xoş sözlər desək, nə qədər təriflər desək, doğrudan da hamısı yerinə düşür və bəlkə də azlıq edir. Bir daha sizi təbrik edirəm yubileyiniz münasibətilə. Allah sizə uzun ömür versin, ailəniz üzərində əksik olmayasınız. Övladlarınızın barını görəsiniz inşallah. Bu dostlarınızın həyatəsindən Allah sizə əksik eləməsin, sizi bizə çox görməsin, nə yaxşı varsınız. Öpürəm sizi barını olasınız. Sağ olun, var olun. Gün telefon zəngi gözlədik, yadınızdadır. Bir gün zəng gəlməyəndə hamı darıxırdı ki, görən harada qaldım o. Şanalar oğlan. Dəqiqələr, saniyələr, nə bilim, hər gün izləyirdik valla. Və noyabrın, oktyabrın 70'ində yadından mı getdik Cəlbiyə. Qəlvəzdə İctimai Birliyi adından biz yardım hazırladık, getdik. Cəbhədə olduq, bizi apardılar, Bırovun arxa tərəfində yardımlarımızı çatdırdıq, gəldik. Kurbanım gelen başına, gönlenen geldi başıma, gönlenen
da bir iki kəlmə Şakir haqqında, Şakir müəllim haqqında bir kəlmə söyləsin. Əvvəlcə bir dənə şeir demək istəyir. Deyir, şairin bir gözəl vaxtı olur, düşür dağlar başına. Deyir, yay olanda yaylaqlara, mən də ellə kökən dağlar. Sən bulaq səfalı yer yox yerini seçən dağlar. En dərəyəli safaqdan, şiyələkdən, qulqulaqdan, ayaqlarlar gördü qulqulaqdan, heç istəsən dağlar. Axşam üstü xoşdur hərdən, ilham alan bir şəhərdən, dərələrdən, güvənlərdən, axşam dağlar. Aşıq, simləri təzələr, güz ver şeirə, qəzələ, aya könül sevən bir gözələ, ürəyim asan bağlar. Aylıdır da, hesabım sən, yan yazırsan indiyə dək. Aya mənzuluz da ömür güldək, bir gün məndə heçəm dağlar. Bu məfasız dünyada hamıya gözəlliyi yardım edirəm. Gözəl xanımız da, siz də var olun. Biz Allaha şükür eləyirəm də, eləyək də, mən Cəbraildən gəlmişəm. Bilirəm. Qaydışdan gəlmişəm, görüşdən gəlmişəm. Xəbərim Cəbrailin o yamacından, görüşündən gəlmişəm. Bax, o günləri Allah sizlərə qismət etsin. Mən də sizlə gedəcəm. Amin, sağolun başınıza. Göyçə gölünün kənarında çox qazmasın. Siz orada bəli. Yamacında çiçəkləri yaxamıza taxacağıq. Tək o günlər olsun. Sənin də 65-in burada yüzleyin oldu. Elə 66 doğ eləyər. Yüzleyi eləməsək də eləyər. Hələ olan. Sağ olun. Nə deyim mən sizə? Şeir yazdı Beyla xanımın, nəzrəsini yazdı Qaran. Gözəldir. Mən sizə ömür arzuluyuram. Zöhrə xanım icazə versin, dalını özüm deyəcəm. Bir qadan alın deyim. Vallahi mən şair zətürlər, xahiş edirəm. 50 dəfə demişəm ki, mən deyəndə, yazanda, mən altında memar yazım ki, mən bitmirəm. Sən danışdın, mən qoyacağım, siz danışdın. Sən doğrudan yazarsan, biz qələmlə yazırıq, sən daşla yazırsan. Demək, sən yazarların meyyarısan. Həm meyyarısan, həm nə deyirlər okullarda? Leyyacısan. Leyyacısan. Demək, sən ən ucada olan yazarsan. Vallahi biz qələmlə yazdığımızı qardır, sən daşla yazırsan. Daşla. O sementin adını demişdir, daşla. Bəli, hər şeylə. Mən də deyirəm, yəni siz çox gözəl. Mən bilmirdim deyəcəksiniz, yazar olduğunuzu. Bu yazar da deyiləm, sən olsun. Mən çıxıbsan. Biz yazırıq şeirdə, amma sən elə memarsan, elə gözəlliklər yaradırsan ki, dünya durduqca varsa, Allah səni var eləsin, var qarar eləsin, Göyçə elinin üstündə, Qərbi Azərbaycan üstündə, elə yox, İrəvana da çatar. Bax, onların hamısının üstündə ucalıq eləsin. Sən onu güzül ömür artırır. Alnı açıq qəlbim bugünə qədər ömrün səhifəsini yaza. Zaman bir dəryadır, illərsə səfər. Yetmişəm bu həddə, könlümsə azar. Nə qədər xatirə, nə qədər iz var, keçmişin boynunda acı əziz var. Çətin günlərimi unutmadım mən, çünki hər ağırda böyük bir həzm var. Hər ağırda həzm var. 75 deyiləm, 100'də də yoxam. 65 də dolubdur, çoxam. Şükür ki, başımda ağlar da varmış, bu da nimətdir, ömürdən toxam. Sizin məktəbinizi keçmişəm, Zöhrə xanım. Vallahi mən yazar olmamışam, olmayacam da. Gəldiyimdə arzular, sözlərim də gör. Gəldiyimiz üçün min kərə təşəkkür. Dostlar, qohumlar, sizinlə varam mən
bu günüm bayramdır. Benzerli olur. Şakir bugün minnettardır sizlere. Geldiniz sevinç saldı izlere. Ben heyranam bu şadlığa bu güne. Gönül bahar təbəssümü bizlere. Hakikaten orasını biraz güzel. 65'e çok az. 100'e harç aynı. Gözü de daha 35'e